Hansı şəhərdən zəng vurmusunuz? İsrail dövlətinin Tel-Əviv şəhərindən. Neçə ildir orada Mən yaşayırsınız? Azəriyəm. Azərbaycandan gəlmişəm, 30 ildir burada yaşayıram. Vətən ürəyin istəyirmi? İstəyir, amma yollarım bağlıdır, gələ bilmirəm. Nə bilirsən yolun bağlı olduğunu? Onunla demişdi, ən böyüklərdən biri. Ən böyüklərdən biri sənə demişdisə də, həmin insan sənə niyə kömək eləmədi? Bu qədər əziyyət çəkdin, hətta pastelə də düşdün. Sonradan yanına getmədik. Bəs gələndə nə kömək gördünüz? Evinə gəldi, nə kömək elədi o insanlar? Evdə gəldi, evi gəldi, təmizlədi. Yahudilərin ən böyük rabı idi. Hər yeri təmizlədi. Evdə sonra işıq gəldi. Evin qazı yanmışdı, televizor yanmışdı. Heç nə ala bilmirdi. Elədir ki, onları aldıq. O da dedi ki, vaxtında gəlin. Mən sizin işi irəlilədim. Sonra o başqa şəhərdə yaşadığına görə biz gedə bilmədik. Uzaqda yaşayır. Xanım, bəs dediniz ki, gəldi. Bunlar əgər nəyə görə yenə o divanda pastel xəstəsi, iynə, dərman, müalicə 2017-dən sonra da daha da sənə üstələdi. Hətta sənin 30 il bundan əvvəl sənin canında sehir tilsim olubdu. Bu sənin evladını da tutubdu. Sən bugün də o evlad üçün əziyyət çəkirsən. Bilmirsən öz qeydinə qalarsan, bilmirsən evladın qeydinə qalarsan. Bəs nəyə görə divanda bağlı xəstə yatırdın? Həkimlər də sənə kömək eləmirdi. Nəyə görə? Vallahi eləmirdi. Ən bahalı həkimlərə getmişəm İsraildə. Ən ucda olan, davardan, puldan olmuşam. Heç kimin köməyi çatmır. Zəng eləyəndə mənə deyirlər ki, cəmaat evini satır, ora müalicəyə gəl. Deyirəm, vallahi gedirəm, deyirəm. $1000 vermişəm, $1500 da vermişəm. Amma deyirəm, həkim neynəsin? Həkim deyir ki, mən hər şeyi eləyirəm, heç nə də olmur axırda. Elə bir müddət, bir həftə, 2 həftə, vəsyo, müalicə getdi heçə. Xanım, sənin əvvəlcə, indi necəsən?